Anton Çexov, Mehriban Alman. Funk və Company Polad əritmə zavodunun baş ustası İvan Karloviç Şvey sahibkar tərəfindən Tver şəhərinə hansısa sifarişi yerində həll etmək üçün göndərilmişdi. Bu sifarişə hardasa 4 ay sərf etmiş, gənc xanımı üçün çox darıxmış və 2 dəfə hətta kövrəli bağlamışdı. Moskvaya geri dönən zaman gözlərini qapadıb təsvir edirdi ki, necə qulluqçu Mariya ona qapını açacaq. Xanımın Nataşa isə boynundan sallanıb qışqıracaq. O məni gözləmir. Alman düşünüb güldü. Lap yaxşı, gözlənilməz sevinç, bu çox əladır. Moskvaya qatarla axşam gəlib çatdı. Artel işçisi onun bagajı üçün getdiyi zaman Alman bufetdə 2 şüşə pivə içdi. Pivədən sonra o çox mehriban olmuşdu. Elə ona görə faytonçu onu vağzaldan Prens Polyaya aparan zaman ağzında donquldanırdı. Sən faytonçusan? Sən yaxşı faytonçusan? Mən rus insan sevirəm. Sən rus, mənim xanımım rus və mən rus. Atam almandır, mən isə rus insanam. Almaniya ilə dalaşmaq arzusundayam. Xəyal etdiyi kimi qapını üzünə aşpaz Mariya açdı. Sən də rus, mən də rus. Bagajı Mariyaya verən adam dedi. Bizlər rus insanlarız, rus dilimiz var. Bəs Nataşa hardadır? Xanım yatıb. Tıs, onu oyatma. Mən özüm oyadaram. Onu qorxutmaq istəyir və sevindirmək istəyir. Tıs. Yuxulu Mariya bagajı alıb mətbəxə keçdi. Gülümsəyərək əllərini bir-birinə sürtən, göz vuran İvan Karloviç Şvey ayaq barmaqları ucunda yataq otağının qapısına yaxınlaşdı və ehtiyatla hürkütməmək məqsədi ilə yavaş yataq otağının qapısını açdı. Ora zülmətli və sakit idi. Mən indi onu qorxutmaq. İvan Karloviç düşünüb kibriti yandırdı. Lakin yazıq Alman turuncu başlı birinin orada yattığını gördü. Mavi ışıqla yanan kibritlə o belə bir rəsm əsəri gördü. Çarpayda divara yaxın, başını büküb bir qadın yatmışdı. Onun yalnız lüt ayaq pəncələri görünürdü. O biri çarpayda iri bir kişi uzanmışdı. Onun turuncu saçları, böyük başı və uzun bığları vardı. İvan Karloviç öz gözlərinə inanmadı və başqa bir kibrit yandırdı. Bir-birinin ardınca 5 kibrit yandırsa da görünən təsvir əvvəlki kimi dəhşətli, qeyri-mümkün və hiddət edici idi. Adamın ayaqları əsdi və soyuqdan beli dondu. Pivə sərxoşluğu birdən başından çıxdı. Ona elə gəldi ki, ürəyi başayaq durub. İlk düşündüyü şey, stulu götürüb var gücü ilə turuncu rəngli başı olan adama zərbə endirmək, sonra vəfasız, lüt pəncə sahibəsini elə ayağından tutub pəncərədən tullamaq idi. Özü də elə atmaq ki, pəncərə 2 qatlı çərçivəsindən çıxsın, qadınsa səs-küy salaraq küçəyə düşsün. Amma yox, bu azdır. Biraz düşünən Alman qərar verdi. Əvvəlcə mən onları alçaldacam, rüsva edəcəm, gedib polisə zəng vurum, sonra isə öldürəcəm. Xəz paltosunu geyinib bir dəqiqədən sonra Alman küçə ilə gedirdi. Burada o hönkürüb ağladı. O ağlayır və insanların vəfasızlığı haqda düşünürdü. Bu çılpaq ayaq sahibəsi, bu qadın kasıb bir tikişçi idi və o mərhəmət göstərib qadını usta xanımı arvadı etmişdi. Hansı usta ki, Funka və Company'də çalışır, ildə 750 rubl alır. Qadın
Niskin qulluqçular kimi kətandan donlarda gəzirdi. İndi isə onun sayəsində şlyapa və əlcəkdə gəzir. Və hətta Funka kimilər belə onu salamlayır və siz deyərək müraciət edir. Adam düşünürdü ki, qadınlar necə də yalançıdılar. İvan Karloviçi ehtirasla sevdiyini və evləndikdən sonra mutlu olduğunu göstərirdi. Hər həftə Tver şəhərinə incə məktublar yazırdı. Ay səni ilan, Şvey düşündü. Axı mən niyə Rus insanla evləndi? Rus pisdir, yaxşı insan deyil, varvardır, mujikdir. Lənətə gəlsin. Mən Rusiya ilə dalaşmaq istəyir. Biraz durduqdan sonra düşündü. Qəribədir. O məni hansısa turuncu rəngli birinə dəyişib. Əgər Funka və kompaniyayı sevsəydi, mən onu əf edərdi. Amma o turuncu rəngli başı olan şeytanı sevib. Hansı ki cibində bir qrivin də yoxdur. Oh, mən bədbəxt insan. Göz yaşlarını silən Şvey meyxanaya girdi. Mənə mürəkkəb və vərəq ver, işçiyə dedi. Mən yazmaq istəyir. Əsən barmaqlarla o öncə xanımına və onun Serpuxada yaşayan valideynlərinə məktub yazdı. O yaşlı insanlara yazırdı ki, düzgün baş usta, ayağı sürüşkən xanımla yaşamaq istəmir. Yazdı ki, xanımının valideynləri donuzdular. Elə qızları da həmçinin və Şvey fərq etməz kimdir. Hamıya tüpürür. Sonda xanımının valideynlərindən tələb etdi ki, öz qızlarını və turuncu saçlı alçağı gəlib aparsınlar. Hansıları ki, əlini murdallığa bulamaq istəmədiyi üçün o öldürmədi. Sonra o meyxanədən çıxıb məktubu poçt qutusuna atdı. Səhər 4-ə qədər şəhərdə dolaşdı və öz bəlası haqda düşündü. Yazıq alman arıqladı, üzü uzandı və belə nəticəyə gəldi ki, alçaq və ləyaqətsiz həyata layiq deyil. O nə xanımından, nə də turuncudan intiqam almaq istəmirdi. Qoy həyatlarını xoşbəxt yaşasınlar. Mən isə onlara mani olmayacağam. Xəyal edirdi ki, necə öləcək və xanımı vicdan əzabı çəkəcək. Öz mülkiyyətimi mən ona buraxacağam. Bəli. Bunları düşünən alman zəngi dartdı. Turuncu məndən yaxşıdır. Qoy o ildə 750 rubl onun üçün qazansın. Elə bu dəfə də qapını aşpaz Mariya açdı. Hansı ki almanı görüb çox təəccübləndi. Natalyanı səslə, Petrovnanı, mən danışmaq istər. Bir dəqiqədən sonra almanın önündə yalnız gecə köynəyində gənc, ayaq yalın və təəccüb dolu baxışlarla qadın durmuşdu. Əllərini yuxarı qaldırıb ağlayan aldatılmış ər dedi. Mən hər şeyi bilirəm. Məni aldatmaq olmaz. Öz gözlərimlə gördüm ki, sən turuncu heyvanlasan, uzun bığları olanla. Sənin başın qaçıb? Qadın dedi. Niyə belə ucadan danışırsan? Kirayişinləri oyadarsan. Turuncu dələduz. Sənə deyirəm ki, qışqırma. İçib gəlib, hələ bir qışqırır da. Get yat. Mən turuncu ilə bir yataqda yatmaq istəmir. Əlvida. Sənin həqiqətən başın qaçıb. Xanım qəzəbləndi. Axı bizim kirayişinlər var. Yataq otağında çilingər xanımı ilə yaşayır. Nə? Hansı çilingər? Necə yəni? Turuncu saçlı olan çilingər xanımı ilə. Mən onları aya 4 rubl müqabilində evə kirayişin almışam. Qışqırma, yoxsa adamları oyadarsan.
Alman gözlərini bərəldib uzun-uzadı xanıma baxdı. Sonra başını əyib yavaşca dedi: "İndi mən başa düşdü." Biraz keçdikdən sonra Almanın qəlbi yenə mərhəmətlə dolu idi və İvan Karloviç Şvey özünü çox əla hiss edirdi. "Sən russan, aşpaz rusdur, mən də rusam. Hamımızın rus dili var." Turuncu yaxşı çilingərdir. Mən onu qucaqlamaq istər. Funk və Company də yaxşıdır. Rusiya möhtəşəm ölkədir. Mən Almaniya ilə dalaşmaq istər.